Bir elektronda maksimum neçə elektron var? 2 elektron var. Ona görə də burada 3 xana varsa, onda p orbitalının maksimum tutumu nə qədər olacaq sizcə? 6 və bunları nəzərə alsaq, d orbitalının elektron tutumu maksimum nə qədər olacaq? 10, f orbitalında maksimum elektron 14 olacaq. Yaxşı. Burada məsələ nədir? Maraqlıdır ki, bəs orbitallarda elektronlar necə yerləşir? Uşaqlar, orbitalda elektronlar, yazı saxlayın ki, məsələn, bir dənə S orbitalını götürdük. Elektronlar belə yerləşə bilməz. Yaxşımı? Və yaxud elektronlar belə yerləşə bilməz. Yəni, eyni istiqamətdə yerləşə bilməz. Orbitallar biri yuxarı, oxun biri aşağı istiqamətdə yerləşməlidir ki, enerji burada maksimum olsun. Yoxsa burada toplayanda sıfır alacaqsın. Çünki bunların hər biri 2-də 1. Bunlar əks olmalı ki, toplayanda 1 qiymətini alasın. Yoxsa ikisi də eyni istiqamətdə olsa, biri müsbət 2-də 1-dir, biri isə mənfi 2-də 1-dir. Toplayanda, bəli, spinlərdə olur. Toplayanda sıfır alırsın. Eyni istiqamətdə olsa, yəni toplayanda təbii ki, sıfır alacaqsın. Amma əks istiqamətdə olması lazım. Və xanalarda elektronlar hansı istiqamətdə yerləşir? Təbii ki, e, hamısı eyni istiqamətdə olur və növbəti elektronlar yerləşərkən bax bu şəkildə olacaq. Görürsünüz, üzü aşağı. Bəli, sonra o biri üzü aşağı, sonra üzü aşağı. Təkrar edirəm, elektronları əvvəlcə bu şəkildə yerləşdirirsiniz və növbəti elektronlar birinci xanadan başlamaqla əks istiqamətdə doldurmağa çalışır orbitalı. Orbitalı nə etməyə çalışır? Doldurmağa çalışır. Burada da belə bu şəkildə əvvəlcə tək-tək elektronları yerləşdirirsiniz. Sonra növbəti elektron gəlir F-in birinci xanasına. Sonra o biri xana, sonra o biri xana, sonra o biri xana. Bu ardıcılarla nə edirsiniz? Xanaları doldurursunuz. Və verilən suallardan çoxu nədir? Deyir ki, tək elektronların sayı nə qədərdir? Məsəl üçün, bizə bir S1 verirlər. Verilən kimi təhlilləməyi bacarmalı ki, burada neçə tək elektron var? Bəli, uşaqlar, burada bir dənə tək elektron var. Hardan bilirik? Şəklini çəkə də bilərik. Və yaxud çəkmədən də bilərik. Çünki bir dənə yazılıbsa, o elə bir dənə tək olacaq. Bu S-də bilmək rahatdır. P-də də bilmək rahatdır. Çünki P-nin 3 dənə xanası varsa, əvvəlcə bütün xanalar tək-təkdə olur. Yəni, siz xanaları belə doldura bilməzsiniz, dostlar. Göstərirəm, bunu da öyrənin. Yəni, müəllim, onlar belə doldurun. Məsələn, 2 dənə elektron var. Tutaq ki, P2. Belə doldura bilərəm, xeyr, belə doldura bilməsən. Əvvəlcə tək-tək sırayının hamısı, bütün xanalar tək-təkdə olmalıdır. Tək-tək elektron olmalıdır, sonra, bəli, qoşulaşma gedəcək. Və yaxud P3-dür. Müəllim, mən belə yaza bilərəm. Məsələn, mən belə yaza bilərəm. Bax, belə, bu şəkildə yaza bilərəm. Xeyr, yaza bilməzsən. Yəni, sənin boş orbitalın qala-qala birinci orbitalında qoşu elektron ola bilməz. P4, məsəl üçün, deyirlərsə, veriblərsə, bunun hansı şəkildə bunun düzgün dolma ardıcılığı düzgün verilib də, hansı şəkildə düzgün doldurulub elektronlarla. Təbii ki, sən burada bunu belə yaza bilməzsən. Bax, belə yaza bilməzsən. Bunun düzgün forması necədir P4-ün? Götürsən 3 dənə xana, hər birinə bir elektron atırsan, 4-cü elektron gəlib burada qoşulaşır. Və tək elektronlar hansılardır? Hansı xanada ki, tək elektron var, onlar tək elektronlardır. Bu isə cüt elektron. Deməli, burada 2 dənə cüt elektron var, amma 2 dənə tək elektron var. Yəni, bəs boş qala bilər. Mesela 2 dənə verirlər. Bəli, məsəl üçün, tutaq ki, P2 veriblər. P2 veriblər. P-nin əlbəttə götürəcəksiniz. Elektronları bu şəkildə dolduracaqsınız. Bura boş qalacaq. Olacaq, əlbəttə. Məcbursunuz da bir boş saxlamaq. Yaxşı. Yəni, bu şəkildə. Aha. Sonra nə var burada? Məsəl üçün, bizə deyirlər ki, D7. Neçə tək elektron var? Neçə tək elektron var?
2. Biz təbii ki, fikirləşirik ki, D maksimum tutumu 10-dur da. Hə. Düzdürmü? Hə. 10 dənə elektrondur. Onda 7-dirsə, onda orada neçə dənə tək qalacaq? 3 dənə tək qalacaq. Nəyə görə? Ondan 7-dən çıxıb 3 dənə tək tap. 1, 2, 3, 4, 5. Hə. Əvvəlcə hamısını tək-tək doldururuq. 5 dənə, 2 6 və 7. Gəldi bura. Neçəsi qalmış? Bunu ən rahat necə tapdım? Fikirləşdim ki, 5 dənə xanadır. Maksimum bacağı bunun nə qədərdir? 10 elektron. Və ondan çıxdım. Buradakı faktiki elektronu neçə elədim? 3 elektron tək olacaq. Məsəl üçün veriblər D8. Deyirlər ki, neçə tək elektron var? 2. Neçə tək elektron var? 2. Nəyə görə? Gəlirsiniz bu o bir elektronu da buraya yazırsınız olur. 9 dənə elektron varsa, 10 dənə varsa 0. Yəni tək elektron olmayacaq. Yaxşı? Bəs art olsa 11 versə. 11 dənə verənməz, çünki 10 dənə tutumu var onun elektron. Yəni mümkündür. Yəni belə yazılış düzgün yazılış deyil. Belə yazılış düzgün yazılış deyil. Belə yazılış düzgün deyil. Belə yazılış düzgün deyil. Çünki bunun ən çox neçə ola bilər? 14 maksimum. Bu ən çox neçə ola bilər? Bu ən çox neçə ola bilər? 6. Ən çox neçə ola bilər? Görürsünüz. Yəni, bu kimi hallara həmişə hazır olmaq lazım. Deməli, uşaqlar, yazı saxlayan hər hansı bir element atomu veriblərsə, məsəl üçün deyək ki, indi bugün sizə mən dövrü keçmədiyimə görə dövrü növbəti dərs keçəcəyik. Yəni, elementlərin məsələn, dövrü və qrupunun tapılmasını o bir dərs öyrənəcəyik. Yaxşımı? Biz sadəcə olaraq hələlik elementin sıra nömrəsini veririk. Məsəl üçün, natrium elementi. Yəni, protonu 11-dir. Bu o deməkdir ki, yəni sıra nömrəsi 11-dir. Və yaxud deyirik ki, oksigen 8-dir. Yaxşımı? Bax, bu şəkildə. Və yaxud deyirik ki, məsəl üçün, deyirik ki, natrium dedik. Məsələn, deyək ki, kalsium. Sıra nömrəsi, məsələn, 20. Yazılı bir şey saxlayın, dostlar. Energetik səviyyələr var. Bunlar birazdan istifadə edəcək. Sadəcə olaraq birinci bir şey var, onu deyim. Energetik səviyyələr var. Birinci energetik səviyyə bir S yarım səviyyəsi var. Hər bir energetik səviyyə özü yarım səviyyələrə bölünür. İkinci energetik səviyyənin 2S və 2P yarım səviyyəsi var. Üçüncü energetik səviyyənin 3S, 3P, 3D yarım səviyyəsi var. Dördüncü energetik səviyyənin 4S, 4P, 4D, bir də nə var? 4F yarım səviyyəsidir. Yaxşı. Bir də təkrarlayıram. Biz nəyə görə 4 dənə öyrənirik? Çünki ilk 4 dənə dövr bizə lazımdır Dövlət İmtahan Mərkəzinin proqramında. 4 dənəcəlik səviyyədən ona bizə lazımdır. Yəni, qısaca bunu bilin ki, 4 dənə bizə lazımdır. Ona görə biz 4 dənə öyrənirik. Təkrar edirəm, birinci energetik səviyyə 1S yarım səviyyəsi, ikinci energetik səviyyənin 2S, 2P yarım səviyyəsi, üçüncü energetik səviyyənin 3S, 3P, 3D yarım səviyyəsi, dördüncü energetik səviyyənin 4S, 4P, 4D, 4F yarım səviyyəsi. Və bunu da dərk edin beyninizdə ki, S nə qədər elektron tutur? 1. Xeyr, bayaq da göstərmişdim. S maksimum 2 elektron tutur. Neçə elektron tutur? 2 elektron. Çünki bir xanadan ibarətdir. P maksimum nə qədər tutur? 6. D nə qədər tutur maksimum? 10. F nə qədər tutur? 10. Deməli, burada bir dənə S olduğuna görə birinci energetik səviyyədə maksimum neçə elektron ola bilər? 2. 2. Nə qədər elektron ola bilər? 2 elektron. 2 elektron maksimum ola bilən elektron 2-dir. Gəlin ikinci energetik səviyyəni fikirləşək ki, ikinci energetik səviyyə maksimum neçə özündə elektron saxlaya bilər. İkinci energetik səviyyənin 2S və 2P yarım səviyyəsi var. Bu qarşıda yazılanlar nəyə göstərir? Hansı səviyyənin yarım səviyyəsi olduğunu göstərir. Çünki burada da S var, burada da S var, burada da S var. Burada da S var. Siz bu S-lərin qarşısına rəqəmlər yazmazsanız, siz onu qarışdırarsınız ki, bu hansı energetik səviyyənin yarım səviyyəsidir. Yaxşı mı?
Birinci eşitlik səviyyə üçün 1S, ikinci üçün 2S, 2P, üçüncü üçün 3S, 3P, 3D, dördüncü üçün 4S, 4P, 4D, 4F. Görürsünüz, hər dəfə bir dənə təzə hərf gəlib düşür ortalığa. Amma siz bunu unutmamalısınız ki, S-in qarşısındakı rəqəm yəni onun tutacağı maksimum elektron sayına təsir eləmir. Yəni S həmişə istəyir 3S olsun, istəyir 4S olsun, istəyir 2S olsun, istəyir 1S olsun, həmişə maksimum neçə elektron saxlaya bilir? 2 elektron. S 2 elektron saxlaya bilir, P də 6 elektron saxlaya bilir. Onda ümumilikdə nə qədər elektron saxlaya bilir? 2'den 6, 8. 8 elektron saxlaya bilir. Üçüncü eşitlik səviyyənin yarımsəviyyələrinə gəlincə SP və D-dir. S2, P6, D-də 10. Onda bu nə qədər elektron saxlaya bilir? Maksimum. Maksimum 6, yok 100. S, P və D. Yazmışam da var. 10. Ben maksimum işte 10, 100, 6, 100, 2, Belə 18. 18 elektron saxlaya bilir. Bəs sonuncu eşitlik səviyyənin yarımsəviyyələrini nəzərə alsaq, sonuncu eşitlik səviyyənin dördüncü eşitlik səviyyə burada. Nə qədər saxlayacaq? 32. Yaxşı. Ola bilər ki, sizə deyilsin ki, birinci eşitlik səviyyədə neçə orbital yerləşə bilir maksimum? Neçə orbital yerləşə bilir? E, e, bir dənə S orbital var. S də neçə xana deməkdir uşaqlar? Bir xana deməkdir. Deməli, burada maksimum neçə orbital var? Bir orbital. Burada neçə orbital var? Neçələrdir bu? 4 tane. 4 tane. Bir tanesi teşhis. 4 orbital. Burada nə qədər orbital olacaq? Çox bəsit sualdır istəməsin. 18 tane. Yok, 9 tane. 9 dənədir. Mən rahat yolu 2-yə bölməklə. Var. 2-yə bölürsüz 1, 8 2-yə bölürsüz 4, 18 2-yə bölürsüz 9. Burada da nə qədər olacaq? 16 dənə yazdım. Burada orbital yazmalıydım. 9 orbital. Yaxşı. Yəni, soruşa bilərlər ki, neçə orbital var, neçə orbital var. Hə. Əsas məsələyə gəlirik. Əsas məsələyə gəlirik, dostlar. Bəs deyə bilərsiniz ki, müəllim, indi belə bir söhbət var da. Bu çəkdikləriniz, bunlar nədir? Bunlar yarım səviyyələrdir. Bunlar nədir? Səviyyə. Bu nədir? Yarım səviyyə. Nədir bunlar uşaqlar? Yarım səviyyə. Görürsünüz, oxlar çıxartdım buradan. Yarım səviyyə. Görürsünüz, hər bir səviyyə yarım səviyyələrə ayrılır. Aydın, alt qruplara da, yəni alt qruplara ayrılır. Yaxşı. Və deyə bilərsiniz ki, bu yarım səviyyələr hansı ardıcılla dolur, müəllim? Hansı ardıcılla dolur? Minimum enerji prinsipi ilə dolur. Hansı prinsipi ilə dolur? Minimum enerji prinsipi. Klitschkovski qaydası deyirlər ona. Minimum enerji prinsipi ilə dolur. Yaxşı. Yarım səviyyələr. Bəs necə yadda saxlayaq? Belə yadda saxlayacaqsınız. Birinci 1S yarım səviyyəsi dolacaq. Ondan sonra elektronlar 2S yarım səviyyəsinə keçəcək. Sonra 2P-yə. Sonra 3S. Sonra 3P. 3P-dən sonra 3D gəlməsinə baxmayaraq 4S-in enerjisi 3D-dən kiçik olduğuna görə elektronlar bunu daha tez doldurur. 3P, 4S, 3D, 4P və 5S. 5S-in enerjisi 4D-dən bəli, kiçikdir. Yaxşı. Aha. Və siz bura qədər yadda saxlamanız kifayətdir. Yəni, mən bura bir nişan da qoyacağım ki, yəni bu elektronların yarım səviyyələr üzrə dolma ardıcılığını mütləq şəkildə bilmək lazımdır. Yaxşı mı? Məsələn, mən sizə desəm ki, 1S, 2S. Burada nə qədər elektron var? Sual verirəm sizə. Bax, belə bir sualdır. Sual. Belə bir sual verirlər. 1S, 2S, 2P, 3S. Burada nə qədər elektron var? Sual. 1S, 2S, 2P, 3S.
3P. Burada nə qədər elektron var? Bunlar çox rahat. Birincisi 6. Yox, burada çox rahatdır. Neçə xanadır? Neçə esim var? 2 dənə esim var. Nə qədər elektron olacaq? 4. 4 dənə olacaq da. Birisi 2 dənə elektron saxlayır. Ha. Bir. 2 dənə esim var. Bir də daha doğrusu neçə esim var? 3 dənə esim var, bir dənə P'm var. Belə çox rahat məntiqlə yadda saxlar. 3-ü vursan 2-yə 6, onu P-də bir dənə P-də 6-dır da. Ha. Nə qədər eləyir? 12 eləmir. 12. Belə çox bəsit. Esin nə qədərdir ki burada? 6 plus şey var. P'in də 2 dənədir. P'deki 6, 6, 12 budur. Ha, 6, 18. 18 elektron. Çətindir. Mən çətin deyil. Görürsünüz, yəni cavab vermək olur. Yaxşı. Bayaq yazdığım o natrium falan bizə indi lazım olacaq. Məsəl üçün bizə verirlər, deyək ki, 3-cü element və yaxud bizə verirlər 6-cı element və yaxud bizə verirlər 8-ci element və yaxud bizə verirlər 11-ci element və yaxud bizə verirlər nə bilim 19-cu element. Deyirlər bunların elektronlarını yarımsevərlər üzrə yaz. Yəni yarımsevərləri qeyd edin, elektronlarla dolmuş vəziyyət. Təbii ki, biz bunun üçün diqqət əlimə baxın necə eləyəcəyik. Məncə burada ara qoyaydım bunların arasında, qoymadım nəysə. Yox. Uşaqlar, birincisi mən fikirləşirəm ki, mənim neçə bu yazı saxlayın. Burada yazılan elektrondur. Nədir bu? Elektron. Çünki neytral atomda biz nə demişdik? Proton nəyə bərabərdir? Elektrona bərabərdir. Deməli, burada yazılan proton, əgər bunun kəlləsində heç nə yoxdursa, deməli elə o qədər də nəyi var bunun? Elektronu var. Razılaşdıq. Deməli, burada göstərilənlər eyni zamanda proton olmaqla yanaşı həm də nəyi ifadə edir? Elektronu. Nəyə görə? Çünki bunlar hamısı neytral atomdur. Müəllim də ilk dərsdə demişdi ki, neytral atomda proton sayı nə sayına bərabərdir? Elektron sayına bərabərdir. Yadınızdadır yoxsa yox? Eşq olsun. Litium 3-dür. Və belə düşünün. Birinci energetik səviyyənin hansı yarım səviyyəsi var? 1s var. 1s var. 1s nə qədər elektron tuta bilir? Buradan nə qədər tuta bilir elektron? Oradan 1s nə qədər tuta bilir? 2 dənə tutur da. Buradan çətin bir şey yoxdur ki. Sənin 3 elektronun var. İkisini də s götürdü. Düzdürmü? İkinci energetik səviyyənin hansı yarım səviyyəsi var? 2s var, 2p var. Biz də bilirik ki, dolma ardıcılığı necə idi? 1s, 2s, 2p. Yəni 1s-dən sonra növbəti elektronlar 2s-ə gəlməlidir. Onda bunun 3 elektron ikisi 1s-ə oturubsa, neçəsi qaldı? Biri qalmadı. biri qaldı. Biri daha da gələcək, buraya gələcək. Onda bu olacaq 0. Deməli, bunun elektron formu necə olacaq? 1s2, 2s1, 2p0. Razısınız? Necə oldu? 1s2, 2s1, 2p0. Gəlin bunun üçün o biri üçün baxaq. Yenə 1s, 2s, 2p. 6 elektron var. Ya 6'da 2P. Bu getdi bura. Bu nə qədər götürür? Bu da 2, 6. 8 götürür. Yox, s nə qədər tuta bilir? 2 dənə tutur. Bəs 6-dan çıxanda 4-ün neçəsi qalır? Onda elektron formu necə oldu? 1s2, 2s2, 2p2. Keçdi, bəli, rahat dərsənədir, çətin deyil. Sonra keçdi bu birinə. Bunu deyil mi? Hə, bunun səndinə? 1s2, 1s2, 2s2, 2p4. Super. Görürsünüz, artıq elektron quruluşlarını yaza bilirsiniz. Natrium üçün 1s2, 2s2, 11 demədim onu. aha, 2p 2p o maksimum mənim 6 tutur. Bəli, bəli. Bəs nə oldu? Deməli bir dənə də çəkmək lazımdır. Görürsünüz, inşallah bunu bu cür öyrənirik. Müəllim, bu dırnaqları necə çəkirik? Ehtiyac var, çəkirik. Əslində qalsa, təbii ki, yerləşdiyi elementin dövrünə görədir. Yəni, bu litium birinci dövr elementidir. Prosta mən dövrünü niyə demirəm, sizin beyninizi qatmaq istəmirəm. Biz hələ dövrü keçməmişik deyə. Siz hələ belə öyrənin. Hə, müəllim, zərurətdən çəkdiniz də, indi başa düşdük. Bəli, tamamilə doğrudur. Görürsünüz, ehtiyac yarandı, çəkdim. 1s2, 2s2, 2p6. Ondan elədi. 3-cü energetik səviyyənin 3s-i var, 3p-si var, bilirik də 3d-si var. Deməli, bir də gəldi, bura oturdu. Onun elektron quruluşu oldu 1s2, 2s2, 2p6, 3s1. Bu qədər bəsit, bu qədər gözəl.
Kalium üçün Kalium gəlirik. S2, Aha. 2SP, 2P6. Neçə 2P6, elədi bu arada? 10 edir, 7'si qalır. Bəli. E, 3S. 2 Aha. eləyir 12, 3P. 4'ü qaldı, 3P4. Yox. 2, 2. 3P5. 2, 2, 4, 6, 10. Bu da 2, 12. 3P5. 12'dir. Bu nə qədər tuta bilir? 3P6. Nə qədərdir? 18 elədir ki. 3P5 dedim. Hələ 19-dan kiçikdir. 5 olsa, bəli, bəli, 19-dur. Xeyr, 19-dur. 2, 2, 4, 6, 10. Bu da 2, 12. Bu da 6, 18. Bir dənə də götürəcəyik. İndi bir söhbət var. 3-cü edirik səviyyənin 3S-i, 3P-si var. 3P-si var. Düzdürmü? Bir də nəyi var? 3D-yi var idi, yadınızdadır. Amma biz dolma üçün nəyi demişdik birinci? Qısa olan. Görək buradadır, görək buradadır. Test olan. Bəli, bəli. O bura bax fikir ver, deyir ki, 3-cü edirik səviyyənin yarım səviyyəsi 3S, 3P olmasına baxmayaraq, 3D-si də olmasına baxmayaraq, amma 4-cü edirik səviyyənin 4S yarım səviyyəsi bundan qabağa düşür. Fikir ver, fikir ver. 4-cü edirik səviyyənin yarım səviyyəsi 4S yarım səviyyəsi 3-cü edirik səviyyənin 3D yarım səviyyəsini qabaqlayır. Yəni qaydadır. Qaydanı eləmək lazımdır, öyrənmək lazımdır. Öyrənmək lazımdır. Yaxşımı? 3S-i, 3B-sinin elektronu var, amma siz çaşmayın 3D-yə görə deməli məcbursunuz nəyə açmağa? 4-cü enjiklik səviyyə açırsınız, hansı ki çatmayan elektronu gətirirsiniz, bunun üzərinə qoyursunuz. Bu burada təbii ki qalır, heyfsənə ki, yəni mənə niyə çatmadı? Yəni minimum enerji prinsipinə görə təbii ki onun elektron düşmür. Bəli, bəli. Necə olacaq? 1S2, 2S2, 2P6, 3S2, 3P6, 3D0, 4S1. Bunlar tam elektron quruluşlardır. Qısa elektron quruluşları nədir dostlar? Ən sonuncu enjiklik səviyyənin yarım səviyyələrini göstərməklə yazılan elektron formuluna deyirlər qısa elektron formulu. Təkrar edirəm. Ən sonuncu enjiklik səviyyənin yarım səviyyələrini göstərməklə yazılan elektron formulu adlanır qısa elektron formulu. Təbii ki, lityumda sonuncu enjiklik səviyyə budur. Bunun yarım səviyyələri 2S, 1 də 2P0-dır. Bunun üçün deyə bilərsiniz. Bu birincidir, bu ikincidir. İkinci, yəni sonuncu. Sonuncu enjiklik səviyyənin yarım səviyyələri 2S2, 2P2. Bunun üçün sonuncu enjiklik səviyyənin yarım səviyyələri 2S2, 2P4 və qarşılarına nə qoyuruq? 3 dənə nöqtə qoyuruq. Yaxşı, 3 dənə nöqtə qoyuruq. Sonra keçirik bura. Bunun üçün də sonuncu enjiklik səviyyənin yarım səviyyəsini göstərməklə sadəcə 3.3S1. Yox, bu birincidir, bu ikincinindir, bu da üçüncünündür. Biz dedik sonuncunu göstərməklə. Bunda da sonuncunu göstərməklə. 4S1. Amma 3D dolmadığına görə çox vaxt onu da göstərirlər. Yəni, əgər özündən əvvəlki dolmayıbsa, onu nəzərə almaq lazımdır. İndi çoxu deyəcək ki, bəs müəllim, siz deyirsiniz sonuncunu göstərməklə. Sonuncunu göstərirsən, amma sonuncudan əvvəlki enjiklik səviyyədə dolmamış yarım səviyyə varsa, onu da nə etmək lazımdır? Göstərmək lazımdır. Part 2-də görüşərik inşallah. Yaxşı. Ardın doğru hissədə izah edin.